Hamıya salam millet. Bugün Serbiyanın güzel lezzetlerinden biri olan Malatli burgeri Yenesa Pliskavitska'nı yiyəcəyik. İki çörəyin arasında benim xəyallarımdan böyük olan 250 qramlıq Malatli qoyublar. İçərisində soğan, kələm, tartar, mayonez və bilmirəm nə var. Ömrümdə gördüyüm en büyük burgerlərdən biri deyə. Bismillah. Bizim ətin dadını vermir. Əti yekə qoyurlar, adam iştaha qaçır. Normalde burger etləri donuz əti, mal əti və donuz əti mal qarışığı olur. Mən sırf mal əti ilə istəmişəm. $250 qram əti cəmaət bir həftə yeyir. Serbiyanın daha çok güzel lezzetlerini yememi ve dadımağımı istəyirsinizsə, məni bəyənib və takip eləməyi unutmayın.